Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 5-ci siniflər üçün Körpə Nəşriyyatının Azərbaycan dili kitabındakı tapşırıqları həll etməyə davam edəcəyik. Artıq səhifə 75-dəyik. Bu səhifədə dil qaydaları var. Dil qaydaları üzrə testlər var. İlk qaydamız leksik və qrammatik məna. Başlayaq cavablandırmağa. Deyir, hansı cümlədə bütün sözlərin leksik mənası var? Mən başa düşürdüm ki, hər şey yaxşı olacaq. Burada kinin leksik mənası yoxdur. Bağlayıcıdır. Ana müharibədə olan oğlu üçün çox darıxırdı. Burada üçünün mənası yoxdur. Həm işləyir, həm də oxuyuram. Burada həm də köməkçi nitq hissəsidir. Elşən küçələri dönərək evə çatdım. Bəli, burada bütün sözlərin leksik mənası var. Məqsədə çatmaq üçün israrlı olmaq lazımdır. Burada da üçün köməkçi nitq hissəsidir. Verilmiş sözlərdən yalnız qrammatik mənası olan sözləri seçin. Yəni köməkçi nitq hissələri. Həmin çox zaman uşaqlar qarışdırır, həmin əvəzlikdir və hansı sualına cavab verir. Ona görə bunun leksik mənası var. Soyuducu da isimdir, təbii ki, leksik mənası var. Amma lakin bağlayıcıdır. Səma isimdir. Sual vermək olur, mənası var. Amma üçün köməkçi nitq hissəsidir. Bəxşiş isimdir. Əlbəttə də köməkçi nitq hissəsidir. 3, 5, 7 C variantı. Hansı sözün leksik mənası yanlış verilmişdir? Fasad tikilinin xarici çölə baxan tərəfi, bəli. Hilal təzə çıxmış ay para, bu da düzdür. İyanə xeyriyyə məqsədi ilə toplanılan pul, maddi yardım, bəli. Kətil söykənəcəyi olmayan sadə stul, bəli. Bədbin gələcəyə ümidlə baxan, xeyr. Bədbin yox, əksinə nikbin deyirlər. Gələcəyə ümidlə baxan. Bədbin isə bunun tam əksidir. Yəni heç nəyə ümid eləməyən, ancaq pis fikirləşən. 4-də deyir, uyğunluğu müəyyən edin. Həm leksik, həm də qrammatik məna. Yalnız qrammatik məna. Şəkil, fəsil, ətir. Üçünün də leksik mənası da var. Ona görə 1-ə uyğundur A. Nəticə, nəvə, nənə. Bunların da leksik mənası var. Bu da 1-ə uyğundur. 3-ün ötürü görə, bu isə köməkçi nitq hissələridir. 2-yə uyğundur. Həm gah, ya, bu da köməkçi nitq hissələridir. 2-yə uyğundur. A, B və C, D. A variantı. Hansı cümlədə bax sözünün leksik mənası yoxdur? Uşaqlara yaxşı bax, onlar bizim gələcəyimizdir. Uşaqlara bax, nə et? Feildir burada. Pəncərədən bax, səni çağırırlar. Yenə, nə et? Burada da feildir. Leksik mənası var. Bax, mən səninlə gələn deyiləm, ha. Burada təsiri artırmaq üçün deyilibdir. Ədatdır burada, ona görə leksik mənası yoxdur. Ağaclara yaxşı bax, feildir. Böyüklərin sözünə bax, feildir. Bunların leksik mənası var. Keçdik 76-ya. Hansı sözün leksik mənası yanlış göstərilmişdir? Cömərtlik, nəciblik, alicənablıq. Cömərtlik, nəciblik, alicənablıq düzdür. Bosman, gəmi kapitanının təsərrüfat işləri ilə üzrə müavini. Bəli, bu da düzdür. Kompliment, xoş söz, tərifli ifadə, bu da düzdür. Ovqat, şən deyib gülən yox. Ovqat özü ilə əhval-ruhiyyə deməkdir. Ona görə bu səhvdir. Portret bir şəxsin rəssam tərəfindən çəkilmiş şəkli, bəli, düzdür. Biri yaralılar və xəstələr üçün öz qanını verən adam mənasındadır. Tire işarəsi uyulmuyordur. Defis daha doğrusu. Dərman yox, əməliyyat yox, cərrah yox, donor adlanır həmin insan. Logoped də başqa sözdür. Hansı cümlədə leksik mənası olmayan söz işlənib? Bütün bunlar yüksək qiymətləndirilməlidir. Burada yoxdur. Mən sizin üçün hər şey etməyə hazıram. Bəli, burada üçün B variantı. Vətən bizi çağırır, getməli, kitabları səliqəli yığın, hər şeyi danış. Bunlarda yoxdur. Biri düşmənin yerini və qüvvəsini müəyyən etmək üçün əskəri qrup tərəfindən aparılan əməliyyat mənasındadır. Döyüş, kəşfiyyat, müharibə, blokada, istila. Düzgün cavab kəşfiyyat. B variantı. Hansı cümlədə qrammatik mənası olmayan sözlərin sayı daha çoxdur? Dostunu qorumaq üçün qrammatik mənası olmayan söz necə ola bilər? Bütün sözlərin qrammatik mənası var. Burada leksik yazılmalıydı. Biz demişik ki, bütün sözlərin qrammatik mənası var, amma köməkçi nitq hissələrinin leksik mənası yoxdur. Dostunu qorumaq üçün yaxın məsafədə düşmənlə vuruşurdu. Burada bir dənə üçündür. Onu başa düşmək üçün özümüzü onun yerinə qoymalıyıq. Burada da üçündür. Görəsən o bilir ki, biz bu hilədən də xəbərdarıq. Görəsən modal sözdür. Ki, bağlayıcı və də. 3 dənə, yəqin ki, elə bu olacaq. Digərlərində baxaq, qurunun oduna yaş da yanır. Burada bir dənə dadır. Meşəbəyə böyük bir götüyün üstündə oturub cavanlığını yada salırdı. Burada ümumiyyətlə yoxdur. Keçdik səhifə 77-yə, sözün həqiqi və məcazi mənası mövzusundan testləri işləyirik.
Hansı cümlədə həqiqi mənalı söz işlənib? Soyuq su içmək sağlamlığa ziyandır. Bəli, elə burada soyuq su həqiqi mənadadır. A variantı. Onun şirin sözləri mənə xoş gəlirdi. Şirin söz məcazi mənadadır. Qara xəbər bütün kəndə yayıldı. Qara xəbər məcazi mənadadır. Onun soyuq münasibəti mənə pis təsir etdi. Soyuq münasibət məcazi mənadadır. Zəhərli sözləri ilə hamının qəlbini qırdı. Burada da zəhərli söz məcazi mənadadır. Sözün həqiqi mənası nədir? Sözün ilkin mənasıdır. Bəli, elə düzgün cavab A variantıdır. Hansı mətndə qızıl sözü məcazi mənada işlənmişdir? Qızıl əllər gözəl sənət əsərləri yaratmışdır. Elə burada əl qızıldan ola bilməz. Ona görə, yəni burada bacarıqlı əl mənasındadır. O dostuna qızıl üzük hədiyyə etdi. Qızıl üzük ola bilər, qızıl boyunbağı ola bilər, qızıl saat ola bilər, qızıl cam ola bilər. Aşağıda verilənlərdən birini həm həqiqi, həm də məcazi mənada başa düşmək olar. Söz vermək, yada düşmək, yola düşmək, qulaq asmaq, ürəyə düşmək. Burada hamısı məcazi mənadadır. Məcazi mənada ancaq düşünmək olur. Bir elə yola düşməyi həm həqiqi, həm məcazi mənada düşünmək olur. Yola düşmək, getmək mənasında deyəndə məcazi mənadadır. Bir dəfə nəsə yola düşdü. Məsələn, oyuncaq yola düşdü. Bu zaman həqiqi mənada olur. Söz birləşmələrindən biri məcazi mənada işlənir. Soyuq hava ola bilər. İti balta ola bilər. Acı bibər ola bilər. Polad iradə isə olmur. Polad metal adıdır. İradə isə insanın xüsusiyyətidir. Təbii ki, metal bir iradə ola bilməz. Daş bina da ola bilər. Keçdik 78-ə. Hansı cümlədə göz sözü həqiqi mənada işlənmişdir? İlanın gözü qaranlıqda parıldayırdı. Bəli, elə burada həqiqi mənadadır. İlanın gözü ola bilir. Amma bulağın gözü tutulmuşdur. Bulaq canlı deyil, gözü olsun. İynənin gözü yenə burada məcazi mənadadır. Çibanın gözü, şkafın bir gözü. Bunlar hamısı məcazi mənadadır. Cədvəldə göstərilərdən biri yanlışdır. Həqiqi məna, məcazi məna. Acı soğan həqiqidir, acı söz məcazidir, düzdür. Şirin bibər həqiqidir, şirin körpə məcazidir, bu da düzdür. Qızıl xasiyyət xeyr. Qızıl xasiyyət məcazidir, qızıl bilərzik həqiqidir. Burada yerləri dəyişib. C variantını seçəcəyik. Qara parça ola bilir, qara xəbər məcazidir. Dəmir qapı ola bilir, dəmir iradə məcazidir. Getmək sözünün məcazi mənada işləndiyi bəndi müəyyən edin. Dostlarımla birgə teatra getdik. Burada həqiqi mənadadır. Şair dənizə baxaraq fikrə getmişdi. Bəli, fikrə getmək artıq nədir? Məcazidir. Fikir məkan deyil ki, biz ora gedə bilək. Səhər bütün uşaqlar birlikdə məktəbə getdilər. Məktəbə getmək olur. Sabah şəhərə getməyi planlaşdırmışıq. Bəli, şəhərə getmək də olur. Muzeylərə getmək hər birimizin dünya görüşünü inkişaf etdirir. Bu da həqiqidir. Bəndlərdən birində toxundu sözü həqiqi mənada işlənmişdir. Sözün mənə yaman toxundu. Söz insana toxuna bilməz. Söz mücərrəd isimdir, toxuna bilməz. Ona görə bu məcazidir. İclasda bu məsələyə də toxunuldu. Yenə məsələ məcazidir. Necə məcazi deyirəm? Mücərrəddir. Bəlkə deyəsən məcazi dedim, bəzən tələskənlikdən sözləri səhv deyirəm. Məsələ mücərrəd bir isimdir. Ona necə toxunmaq olar? Mümkün deyil. Ona görə bu məcazidir. Baba qırışmış əlləri ilə xalıya toxundu. Xalı, yəni xalça, bəli, xalıya toxunmaq olur. Bu həqiqidir. Yediyim yağlı yemək ürəyimə toxundu. Məcazidir. Acı sözlərlə hamının qəlbinə toxunurdu. Bu da məcazidir. Soyuq sözü hansı sözlə birləşib məcazi məna ifadə edər? Soyuq münasibət, bəli, elə A variantı. Soyuq hava ola bilir, soyuq su ola bilir, soyuq otaq, soyuq yemək ola bilir. Keçdik səhifə 79-da çox mənalı sözlər, amonimlər qaydasından testlərimizi işləyəcək. Biri çox mənalı söz deyil, qol. Məsələn, ağacın qolu. Məcazi mənası varsa, deməli çox mənalıdır. Ayaq. Məsələn, masanın ayağı. Bunda məcazi mənası var. Burun, gəminin burnu, ayaqqabının burnu, ağız, şkafın ağzı. Amma top həqiqi mənadadır. Məcazi mənası yoxdur, ona görə çox mənalı deyil. Fərqləndirilmiş sözlərdən biri çox mənalılıq funksiyası daşıyır. Gəminin burnu qayaya çırpılıb zədələnmişdi. Bəli, elə bu. Gəminin burnu ola bilməz. Burun insana aid, canlıya aid bir xüsusiyyətdir. Yəni, burada gəminin qabaq hissəsi nəzərdə tutulur. Hər səhər oyananda ilk işi dişlərini fırçalamaq olurdu. Bu həqiqidir, yəni ona görə çox mənalı sayılmır. Bütün gün işlədiyi üçün beli ağrıyırdım. Burada da həqiqi mənadadır. Kamilin başı bərk ağrıyırdı. Burada da həqiqi mənadadır. Oğlanın burnunda çəpər əyrili olduğu üçün çətin nəfəs alırdı. Burada da həqiqi mənadadır. Çox mənalı sözlər nəyə deyilir? Deyilişi və yazılışı eyni mənası tamam fərqli olan sözlərə
Eyni leksik məna ilə bağlı əlavə mənalar bildirən sözlərə, mənaca yaxın olan sözlərə, əks mənalı sözlərə, yalnız bir leksik mənası olan sözlərə. Bəli, deyilişi və yazılışı eyni olur. Məsələn, bel sözü, bel yox, götürək. Məsələn, baş sözü, insanın başı, dağın başı. Yazılış və deyiliş eynidir. Mənası deyir tamam fərqli, xeyr, tamam fərqli deyil. Yəni, insanın başı, insanın bədən üzvündəki ən yuxarıda olduğuna görə dağın da yuxarı hissəsi baş adlandırılır. Deməli, burada əlavə mənalar bildirən sözlərə deyilir. Bir variantı. Sözlərdən bir çox mənalıdır. Gəmi, çarıq, masa, qol, biz. Düzgün cavab qol. Məsələn, ağacın qolu, çayın qolu. Kitabları aparmaq və tədbiri aparmaq, birləşmələrdə aparmaq sözü nədir? Homonim, sinonim, çox mənalı söz, antonim, tək mənalı söz. Kitabları aparmaq olur. Bu həqiqi mənadadır. Tədbiri aparmaq isə məcazi mənadadır. Tədbiri götürüb harası apara bilmirik. Deməli, biri həqiqi, bir məcazi mənadadırsa, belə söz çox mənalı söz adlanır. C variantı. 80-ə keçdik. Nümunədə altına xətt çəkilmiş sözlər nədir? Köynəyin sarı, gəl mənə sarı. Tikanı yox ilə yaramı sarı. Burada amonimdir. Sarı sözü 3 nitq hissəsində işlənib. Köynəyə sarı sifət, burada qoşmaq, burada feil, amonim D variantı. Amonimlərdən ibarət cərgəni müəyyən edin. Ac, top, gül, ac sözü amonim olmur, bir mənası var. Topla gül olur, ac sözü olmur. Daha indi öbürslərə baxaq, pəki olur, yanımıza salarıq. Qol, bahar, ülvü. Xeyr, bunlar amonim deyil. Qol amonimdir, amma baharla ülvü yox. Yaxşı, yaman, pis, bunlar heç bir amonim deyil. Əqrəb olur, amonim. Yaşıl olmur. Boz da olmur. Şeir, qafiyə, nəzim, bu da olmur. Elə A variantında. Acın hansı mənaları var? Xatırlayaq. Topla gül olur. Biri var oynadığımız top, bir də var silah top. Gül var feil, gül, gülmək. Bir də var çiçək mənasında isim. Acın mənaları nədir? Biri var acmaq, feil. Ac sözü ilə acmaq başqa mənası yoxdur, amma o birislərdə ümumiyyətlə iki söz yoxdur deyə A variantını seçəcəm burada. Keçək 8-ə. İsim və feil kimi işlənə bilən amonim ola bilməz. Ağrı, yaz, yay, din, nəticə. Təbii ki, burada nəticədir. Nəticə isim olur. Bir işin nəticəsi və nəticə mənasında yenə isimdir. Bəs bunlar necə isim və feil kimi işlənə bilir? Ağrı. Ağrımaq, ağrı. Yəni, deyirsən ağrı, düzdür, çox da elə deyilmir, amma yəni, feil kimi işlətmək olur. Bir də var, mənim ağrım, yəni nəyinsə ağrısı isim olur. Yaz, fəsil mənasında, yazı yazmaq mənasında feil olur. Bu da yəni feil və isim olur. Yay, yaymaq, əmri yaymaq feil olur. Fəsil mənasında isim olur. Din, dinmək, danışmaq feil olur. Bir də var insanın dini, bu zaman isim olur. Hansı amonimlər müxtəlif nitq hissəsinə aiddir? Mürəkkəb, bəli, mürəkkəb bir sifətli çətin mənasında. Bir də var qələmin mürəkkəbi isim mənasında. Yar, bəli, yarmaq feildir. Bir də isim mənası var. İnsanın yarı məsələn. Qol. Qolun 3 mənası var. Üçündə də isimdir də. Qol çəkmək, qol vurmaq, başqa nə idi? Bir var insanın qolu. Əqrəb 2 mənası var. İkisində də isimdir. Saatın əqrəbi, canlı əqrəb. Alışmaq, bəli, öyrəşmək mənasındadır bu. Feildir. Alış, başqa nitq hissəsi olmur ki bu. Öyrəşmək və yanmaq mənasında hər ikisində feildir, yəni bu. Daş, bəli, daşmaq feildir, su daşdır, bir də var yerdəki daş isimdir. 1, 3, 4, bir də 8 deyir. Belə baxaq, bel insanın beli, ləvazimat beli, ikisində də isimdir. Dolu, necə dolu, qab doludur, necədir. Bir də var dolu insan, yenə sifətli, bir də var yağıntı növü dolu isim olur onda. 1, 3, 4, 8 C variantı. Hansı söz həm amonim, həm də çox mənalı söz kimi işlənir? Kök. Bəli, elə kök. Necə olur? Amonim kimi və çox mənalı söz kimi. Məsələn, kök tərəvəz. Bir də var kök insan. Necə insan? Sifət və isim oldu, amonim oldu. Və deyəndə
nəsil kök, ağacın kökü. Burada həqiqi mənadadır. Amma deyəndə problemin kökü, bu məsələnin kökü, bu zaman məcazi mənada olur. Keçdik səhifə 81-ə və son qaydamız cümlə sonunda durğu işarələri. Əmr cümləsini müəyyən edin. Məzuniyyət günü gəlib çatdım. Məlumat verir, nəqli cümlədir. İllər sonra atası bu hadisəni xatırladı. Bu da nəqli cümlədir. Hamı saat 8-də işdə olsun. Burada artıq göstəriş verir, əmr cümləsidir. Sonraki peşmançılıq fayda verməz, nəqli cümlədir. Oğul atasından niyə incimişdi? Sual cümləsidir. Biri nida cümləsidir. Durğu işarələri məqsədli şəkildə buraxılmışdır. Təəssüf ki, hər şey yox imiş. Bura nida deyil, nəqlidir. Ura, biz qalib gəldik. Artıq ura sözündən biz başa düşürük ki, bu nədir? Nida cümləsidir, sonunda da nida olacaq. Məgər sən Arifi tanımırsan, sual cümləsidir. Hər kəs işini vaxtında görsün, əmr cümləsidir. Dan yenicə sökülürdü, nida cümləsidir. Nida deyirəm, nəqli. Uyğunluğu müəyyən edin. Əmr cümləsi, imtahana yaxşı hazırlaş. Bəli, elə bu əmrdir. Sual cümləsi, bunların hamısını eşitmisənmi? Buna da uyğundur B. Nida cümləsi, ah necə də gözəl yerdir D. Nəqli cümlə, Səma ilə Aylin bacıdılar C. A, B, D, C. A variantı. 4-də deyir, hansı sual cümləsi cavab tələb etmir? Bu hadisəni xatırlayırsanmı? Ata nə vaxt qayıdır? Nələr çəkmiş başın sənin Azərbaycan? Bəli, burada cavab tələb etmir. Yəni Azərbaycanın çox əziyyətlər çəkdiyini bildirmək üçün deyilir. Azərbaycandan cavab istəmir ki, Nizami Gəncəvi harada yaşayıb, bəs niyə vaxtında həqiqəti deməmisəm? Bunlarda isə cavab istəyir. Keçirik səhifə 82-yə. Cümlənin məqsəd və intonasiyaya görə neçə növü var? 4 növü var. Nəqli, nida, əmr, sual. Uyğunluğu müəyyən edin. Məlumat vermək məqsədli işlədir. Nəqli cümlə. Deməli, 1-ə uyğundur D. Yüksək hiss həyəcan bildirir. Nida cümləsi C. Xahiş, göstəriş ifadə edir, əmr cümləsi. A. Xəbər almaq məqsədi daşıyır, sual cümləsi B. D, C, A, B. O da D-dədir. Hansı cümlələrin sonunda nöqtə qoyulur, əmr və nəqli? Sualda sual işarəsi olur, nidada da nida işarəsi olur. Məqsəd və intonasiyaya görə fərqlənən cümləni müəyyən edin. Mən imtahan verəndə 20 yaşım var idi, nəqli. Mənim dediklərimə diqqətlə qulaq asın, əmr. Birdən-birə güclü yağış yağmaya başladı, nəqli. O gecə həkim uzun müddət yata bilmədi, nəqli. Hər qaranlıq gecənin bir işıqlı sabahı var, bu da nəqli. Deməli, bir dənə B əmr oldu, qalanları nəqli oldu. Biri əmr cümləsi deyil, durğu işarələri buraxılmışdı. Ah, təəssüf ki, o günlər geridə qaldı. Bəli, elə bu nida cümləsidir. Çəkil, get, unut bütün bunları. Bu əmrdir. Gəlin dərsimizi fərqli şəkildə quraq. Bu da əmrdir. İdarədəki bütün işlər yoxlanılsın. Bu da əmrdir. Çalışın, işləriniz vaxtında tamamlansın. Bu da əmrdir. Cümlənin növünü müəyyən edin. Hər il Novruz tədbirini Qarabağda təntənəli şəkildə qeyd edirik. Burada məlumat verir. Deməli, bu nəqli cümlədir. E variantı. Bəli. Suallarımız bitdi. Bitməyib ki, bu nədir kök və şəkilci? Bu artıq çalışmalardır. Növbəti bölmədir, 3-cü bölmədir. 2-ci bölməni bitirdik. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.